Həzrəti Musa əleyhissalam deyir ki, ilahi, mən istəyirəm peyğəmbərlərin Allahla münacatı olub da, istəyirəm ən pis bəndəvi mənə göstərəsən. Sənin ən pis bəndən kimdir? Həzrəti Musaya Allah deyir ki, get şəhərdə dayan, şəhərin qapısında. Səhər tezdən ilk çıxan adam ən pis bəndəmdir. Ən xoşlamadığım adam, ən pis adam. Gedir, dayanır Həzrəti Musa, orada görür bir kişi çıxdı, uşağının əlindən tutub gedir. Cavan bir kişinin yanında da balaca uşaq. Deyir, indi təşəkkür edirəm ilahi, bu duamı qəbul elədin, gördüm pis bəndəni. İndi istəyirəm ən yaxşı bəndəvi mənə göstərəsən. Ən yaxşı bəndən kimdir? Deyir, get şəhərin qapısında dayan, birinci şəhərə gec, axırıncı kim daxil olsa ki, qapı bağlanır, axırıncı daxil olan mənim ən yaxşı bəndəmdir. Həzrət Musa gəlir, dayanır, görür həmin kişi gəlir uşaqla, təəccüb edir. Ən pis bəndəvi göstər, deyirəm, onu göstərsən. Axşam olur, deyirəm, ən yaxşı bəndəvi göstər, yenə də həmin adam göstərsən. Nə oldu ilahi, bu necə oldu belə? Deyir, Musa, bu oğlu ilə gedirdi. Günahkar kimi evdən çıxmışdı, gedirdi. Uşaqda var axı böyüyə sual vermək. Uşaq ondan soruşdu ki, ata dağları görürsən, o dağdan böyük nə var? Deyir, bu ata cavab verdi ki, o dağdan böyük yer var, yer. Dağlar yerin üstündədir, yer dağdan böyüdür. Bütün yeri açsın, dağdan böyüdür. Dedi, bəs ata, uşaq soruşar da, ata yerdən böyük nə var? Dedi ki, oğlum, göylər. Dedi, ata, göylərdən böyük nə var? Deyir, atası ağladı, dedi ki, oğlum, atanın günahları hər şeydən böyüdür. Ondan sonra oğlu soruşdu ki, ata, bəs atamın günahlarından, sənin günahlarından böyük nədir? Deyir, qəhərləndi, ağlaya-ağlaya dedi ki, oğlum, Allahın rəhməti. Bir dənə dedi ki, Allahın rəhməti hər şeydən böyüdür. Allah deyir, oldum mənim ən yaxşı bəndəm.